Hamıya. Ümid hələ də ölməyib. Ona görə ki, gələcək hamını ümidlə yaşamağa çağırır. Bir daha dünyaya gəlmək şansım olsaydı bu dəfə bu dəfə başqa cür yaşayardım. Heç belə yaşamazdım. Mən o adamlara həsəd aparıram ki, onlar vicdanlıdır, dürüsttür, haqqı deyəndir, sevgi nədir bilir, sevilir insanlar arasında. Bax, o insanlara həsəd aparıram. Həyat nədir? Həyat özü, sözün mənası əziyyət deməkdir. Bəs ölüm nədir? Ölüm özü gözəl bir şeydir. İnan, o çox gözəl şeydir. Əgər normal ölmək varsa. Mən yaşadığımı yaşamışam bu günə qədər. Sizcə bu kifayətdir bu qədər yaşamaq? Amma insan yaşamaq istəyir, amma yaşamaq istəmirəm. Mənim bir dostum var, Taryel İsmailov, bir kafedrada işləyirik. Ailəvi dostluq, çox gözəl, dürüst, sağlam bir insandır. Ona deyirəm ki, xahiş edirəm, bütün qohumlarımızı yığaq, dostlarımızı yığaq, yaxşı bir qonaqlıq verim. Bütün zadalarda, Opskaya çıxanda çoxlu pul alırsan. O pulun hamısını yiyib, içək, çalaq, oynayaq. Sonra da Viyanama mənim havavur ölüm və gülə-gülə gül çiçəylə faraq bastırağa, çala-çala ağlamayaq. Eftanaziya deyirlər. Eftanaziya deyirlər ona. Rəşid mənim, çox gözəl söhbətlərimiz alındı və sonunda istəyirəm gənc nəsilə tövsiyə belə bir məsələ var. O gənclərə çoxdur sözüm mənim. Ən birinci gənclərdən xahiş edirəm, gənclik təzə alınmış kostyum kimidir. Əgər ona ləkə düşdüsə, onu təmizləmək olmur, oğul. Gəncliyinizdən öz şəxsiyyətinizi qorumağa çalışın. Hər şey üçün əyilməyin. Qürurlu yaşamağı bacarın. Çalışqan olun həmişə. Allah ruzinizi həmişə verəcəkdir. Bizcə şey də deyirəm, narkomaniyadan uzaq, sigaretdən uzaq, hərçəndir mən çox 60 il sigaret çəkmişəm, 86 yaşımda mən bir ilə yaxındır, noyabrın 8-də keçən atmışam və mən özümü, bax, bunu attığıma görə özümə sağ ol deyirəm. Yəni, bu pis işlərdən aralanın, çox içkilərə qurşanmayın. Bilirsən, kef eləmək, o araq içmək demək deyil, əziz insanlar. Kef başqa şeydir, oğul. Kef, o musiqidən kef almaq, o dramada deyilən bir sözdən həzz almaq. Bəli, mütaliə ilə, bax, sən o vod oxu, o vodun başına gələnlər sənin başına gəlsə görsən neynərdin? Gör, nələr var dünyada. Rəşid, çox sağ olun. Mən indi sonunda bizdə belə bir ənənə var. Ritual formasında bir-birimizə hədiyyə edirik. Mən istəyirəm sizə iki kitab hədiyyə edəcəm. Bir, bizim dostumuz, görkəmli yazıcı Seyran Səxavətin Qapıların Özündə Qalan Dünya. Mən onu çox sevirəm. Mənim dostum olub, tamam vaxtımın dostu olub bu. Son illər zadda görmüşəm. Keçən bir tədbirdə oldu. Tədbirdə də oldu. Musa Əkbərlə. Musa Əkbərlə. Bir də bundan harada olmuşuq? Toğustu, nə İsmail? Məmməd İsmail. Yazıq. O cavan vaxtı yazmışdı ki, sən kimi aldadırsan, ay zalim oğlu? Mən onun üzrə dedim, çox pis yazmışsan. Gərək yazaydın, sən kimi aldadırsan? Öz nəslini, öz kökünü, öz müsəlmanını, öz millətini aldadırsan. Ay köpək oğlu, ay donuz oğlu. Deyir, ona icazə vermirdilər o vaxtı yazmağa. Mənim öz müəllif olduğum kitabdır. Nə gözəl. Əvvəl əsas uşaqlığın son gecəsinin Muradı, xalq artisti və o 7 oğul istəyirəm. Görmüşəm. Cəlal, 7 oğul istəyirəm Cəlal. Cəlal. Deməli, burada, bax bu kitabda onun xatirələri var. Bunu da mən yazmışam. Allah sənə. Amma bu sağlığında yazılıb.
O bu isə isə o eləmir. rəhmətə gedəndən sonra mənim onunla bağlı görüşlər və onun dəfni və s. Çünki o çox adam indi dəfnində olmayanlar biləcək orada Nələr hansı var? situasiyalar olub, Şeyx Əbdülün və digərlərinin kövrəlməsi və söhbətləri var. Ona görə də mən sizə özümün 2 kitabını verirəm. Bu 2 Çox sağ ol. kitabı çıxıb və o da Ənvər Həsənovla bağlıdır. Çox sağ ol. Bir Təşəkkür də Vüsal Tərlanoğlu. tanımıram. O İtaliyada təhsil almış rəssamdır. Oo. Rəssamdır və